Hansı ki biz danışmışdıq keçən dəfə şemaların ardından. Aha, indi də paylaşıldı. Keçən dərs bir neçə şemamın fərqinə vardım. Aha, Amma tapşırığı düzün desəm unutmuşdum. aha. Keçən dərsdən sonra gördüm ki, deyəsən mövzu məndən imiş. Mhm. Hansı şemaların, hansı sxemlərin sizdə olduğunu, ola biləcəyini zənn etdiniz, düşündünüz, bölüşə bilərsiniz? Məndəkiləri də gördüm, valideynlərimdəkiləri də gördüm. Məsələn, anamda var idi ki, zədələnmiş haqlılıq sistemi, həmişə o haqlıdır. Ya da ki, məndə var idi, m, özünü fəda etmə Mhm. şekli. Sonra təsdiq axtarışı var idi. Mhm. Sonra mükəmməliyyətçilik var idi. Aha. Biraz da bədgümanlıq ola bilər. Bir də duyğuların bastırılması. Aha. Aydındır. Bəs sizcə bunların içərisində daha çoxluq təşkil edən hansıdır? Yəni birini desəz, hansını deyərsiniz ki, sırf düşünürsüz ki, o sxem sizdə var? Ee, Duyğuların bastırılması ən çox deyərdim. Çünki duyğularımı gizlətmək deyəsən daha məni, necə desəm, güclü hiss etdirir, kimə gəlir. Aha. Bu düşüncə də varmı ki, sizdə, yəni belə bir inanc varmı ki, duyğularımı əslində ifadə etsəm, insanlar məndən qaçar və yaxud da məndən uzaqlaşmaq istəyər, mənlə münasibət qurmazlar. Bu kimi düşüncələr varmı sizdə? Bəli, var. Məsələn, düşünürəm ki, mən öz hisslərimi ya da öz düşüncəmi insanlara desəm, bu onlarla üst-üstə düşməsə, ola bilər ki, bu aramızda bir konflikt yarada. Yəni, necə desəm, özümü burada bir növdə təsdiq axtarıram. Çünki istəmirəm ki, başqaları ilə üst-üstə düşməyən fikirlərimi onlara bildirim. Onlarla eyni fikirdə olduğumu onlara sanki, necə desəm, göstərməyə çalışıram ki, aha, mən də sizin kimi fikirləşirəm, mən də sizdənəm. Aha. Aydındır. Bu ümumiyyətlə sizdə nə zamandan var düşünürsüz? Yəni bu kimi məsələlər, bu kimi inanclar, davranışlar. Məncə bu uşaq vaxtı da ola bilər, amma sanki hazırlıq illərimdə daha çox olub bu. Çünki orada öz yaşlarım daha çox olub, onlarla ünsiyyətim daha çox olub, onlarla necə desəm, münasibətim daha çox olub deyə fikrimcə özümü onlara uyğunlaşdırmağa çalışmışam bu düşüncə ilə. Hı hı. Aydındır. Sizə necə hiss elətdirir bu sxemə malik olmağınız? Hmm, Biraz qəribədir, fərqinə vardım. Bir, necə desəm, aydınlanma yaşadım. Bunu düzəltmək istəyərəm. Hal-hazırda da yəni düzəltmək üçün yetərli qədər səbəbim var Hı hı. dərsdən sonra. Aha. Bəli. Əla, çox sağ olun Əfsanə xanım fikirlərinizi bölüşdüyünüz üçün. Xoş oldu mənim üçün də ki, əslində sizdə fərqindəliklər yaranıb, yeni fikirlər yaranıb və ən əsası da siz bunu görmüsüz özünüzdə və bir növ korreksiya etmək istəyirsiniz, üzərində çalışmaq istəyirsiniz. Bu çox önəmlidir. Bəzən biz nələrisə bilirik, amma fərqində olmuruq. Bilmək və fərqində olmaq tamamilə fərqli şeylərdir. Yəni bəylər məsələn çox zaman biz görürük ki, daha çox, yəni bəylər məsələn siqaretdən istifadə eləyirlər və siqaretin qabının üzərində bir yazı olur. Siqaret çəkmək sizin sağlamlığınıza zərər vurur. Amma buna baxmayaraq, bunu görsələr belə, neyinir insanlar? Siqareti yenə də çəkməyə davam eləyirlər və hətta artıq daha çox gün ərzində daha çox istifadəçisi olan insanlar da var. Bu o demək deyil ki, onlar bilmirlər siqaret zərərlidir. Bu o deməkdir ki, siqaretin hansı zərərlər, hansı fəsadlar
törədə biləcəklərinin fərqində deyillər və bir növdə artıq onlarda yenə də inanclar məsələn ortaya girir. Bu cür inanclar olur ki, əsəbim sakitləşir, fikrim dağılır, özümü yaxşı hiss edirəm, müəyyən qədər rahat özümü ifadə edirəm, həyəcanım azalır. O qədər məsələn mən görmüşəm ki, çıxış edən adamlar olur. Çıxışdan əvvəl özlərini o şəkildə inandırıblar ki, siqaret çəksəm mənim həyəcanım azalacaq. Və yaxud da elə insanlar olub ki, deyiblər ki, yorğunluğum çıxacaq, əsəbim dediyim kimi sakitləşəcək. Amma əslində bu insanların özləri üçün yaratdığı bir şeydir. Yəni kökə gedəndə, dərinə gedəndə həqiqətən də siqaret adamı sakitləşdirir falan bu tipli şeylər yoxdur. Yəni ola bilər hansısa tərkibindəki nələrsə indi mən daha dəqiq bilmirəm düzü siqaretin tərkibini. Onlar yəni bir anlıq, bir neçə saniyəlik insana dəstək olsun, amma bu ötəri bir şeylərdir. Yəni artıq bunu insan kökdən həll etmədikcə nə baş verir? Onun sağlamlığına həqiqi mənada zərər vurur. Belə, Elif xanım, siz bölüşmək istəyərsinizmi bəs bizimlə? Tapşırığı və yaxud da tapşırığa nəzər yetirməmisinizsə, ümumiyyətlə bu gün bizim 3-cü dərsimizdir artıq və 3 dərsimizdə mən hesab edirəm ki, şemaların hər birini çox yaxşı şəkildə öyrəndik. Mən çalışdım ki, orada daha sadə dildə yazım. İndi dərslərin sonunda mən, Elif xanım nəsə yazır, indi baxacam mesajınıza. Çalışacağam ki, sizinlə bölüşüm, yəni mütləq şəkildə bölüşəcəm, daha doğrusu. Yenə də nəsə bitəndə də dərslər, sualınız falan olarsa verə bilərsiniz. Burada heç bir narahatçılıq yoxdur. Elif xanım baya bir mesaj yazıb, baxaq görək nə yazıb. Heç bir şey olmamış gibi yapmaya devam ettiğim şeyi yapıyordum. Sanki o an hiç yaşanmamış gibi. İkinci, siz tapşırığı yazmısınız. Əla, çox gözəl. İkinciyə yazmısınız ki, genelde sinirlenirdim, agresif davranışlar sergilerdim. Bu yüzden azar işitince, danlanınca odamda ağladım. E, indi də bu reaksiyaları verirsiniz sizcə Elif xanım? Məsələn, burada qeyd etmisiniz ki, ümumilikdə sinirlənəndə, yəni əsəbləşəndə aqressiv davranışlar göstərirmişsiniz və ağlayarmışsınız otağınızda. İndi də bu cürdürmü? Çünki uşaqlıqdan əslində özümüzü qorumaq, özümüzü bir növ müdafiə almaq, təhlükəsiz hiss etmək üçün biz bu davranışları göstərmişik. Və onlar bizdə vərdiş formasında bugünkü həyatımıza qədər çox zaman gəlir. Biz görürük ki, məsələn, uşaqlıqda necəsə özümüzü əsəbləşəndə tutaq ki, ignor etmişik, kənara çəkmişik, heç kimlə danışmamışıq və yaxud da soyuq davranmışıq. Hal-hazırda da bu cür davrana bilərik. Amma yenə də burada diqqət etməli olduğumuz məqamlardan biri də budur. Həqiqətən də hal-hazırda etdiyim davranışlar sağlamdırmı, yoxsa yox? Çünki uşaqlıqdan biz onları bilməyərək etmişik, fərqində olmayaraq etmişik. Yəni o an sadəcə ona ehtiyacımız olub və yaxud da o məsələləri, o davranışları göstərməklə bəlkə də biz həmin andan çıxa bilərmişik, özümüzü qoruya bilərmişik, əsəbimizi sakitləşdirə bilərmişik. Amma indi buna baxmağımız lazımdır ki, hal-hazırda hansı davranışları göstərirəm və bu davranışlar uşaqlıqdan gələndirmi, yoxsa mən sağlam deyilsə əgər bu davranışlar, bunun üzərində çalışıb bunları sağaltmağa doğru gedirəmmi, sağlam davranışları çevirməyə doğru gedirəmmi? Daha sonrasında kaçtığımı hatırlamıyorum. Genel olarak donmuş gibi kalıyordum. Deməli, Elif xanım, çox yaxşı məqama toxunmusunuz. Əslində bizim beynimiz təhlükə zamanı 3 reaksiya verir. Qaçmaq, savaşmaq və donub qalmaq.
Sizdə gördüyüm qədərilə qeyd etmisiniz ki, donub qalırdım. Yəni əslində beyniniz sizi bu cür qorumağa çalışırmış. Və daha doğrusu bu cür reaksiya, təhlükə anında bu cür reaksiya verməyə çalışırmış. Şəhadətnamə deyil, amma sınavdan düşük aldığım zamanlar beni qarşısına oturdub saatlərcə laf sayardı, ağladım. Aha. İndi bəs necədir, Elif xanım sizdə? İndi də kimsə sizə nəsə deyəndə, nəsə bir növ, belə deyək də, tənqid edəndə sizi inciyirsinizmi? Oturub ağlayırsınızmı yenə də? Nə düşünürsüz? Bu davranış hələ də sizdə davam edirmi? Röya xanım, axşamınız xeyir, xoş gəlmisiniz. Və burada birincidə də etmişdiniz ki, onu müzakirə etmədik, heç bir şey olmamış kimi etməyə davam etdiyim şeyi edirdim. Sanki o an aha, maraqlıdır bu da əslində. Çox insanların verdiyi reaksiyalardandır ki, heç nə olmamış kimi davranmağa davam eləyirlər. Əslində bunun səbəbini mən çox zaman təcrübələrimdə hardan görürəm? Ailələrdən, yəni valideynlər arasındakı münasibətlərdən. Bəzi valideynlər olur ki, dalaşırlar, mübahisə edirlər, bir-birlərinə hörmətsizlik edirlər, məsəl üçün, yəni dağıdıcı konfliktlər qururlar. Məsələn, 2 dəqiqə keçir, 1 dəqiqə keçir, 5 dəqiqə keçir, 1 saat keçir. Heç nə olmamış kimi bir-birləri ilə eyni qaydada mehriban, səmimi davranmağa başlayırlar. Bu kimi ailələrdə böyüyən uşaqlar da ehtimal var ki, böyüyəndə öz qurduqları münasibətlərdə də o şəkildə davransınlar. Yəni əgər məsələn bir bəy belə bir ailədə böyüyübsə və öz üzərində işləməyibsə, özünü inkişaf etdirməyibsə bu yöndən, məsələn, o davalar edəndə, hörmətsizliklər edəndə xanımına qarşı 1-2 dəqiqə keçəcək, sonra mehriban davranmağa başlayacaq. Xanımı deyəcək ki, nə baş verdi də, yəni bayaqdan burada mənə bunu deyirsən, onu deyirsən, belə şeylər eləyirsən. Bəy deyəcək ki, neynədim ki, nə oldu ki, nə baş verdi ki? Yəni bu şəkildə də çox zaman belə deyək, hadisələr özünü göstərir. Daha sonra yazmısınız özünü fəda etmə, tabe olmaq və duyğuların basdırılması. Bu 3 şemanı özünüzdə deməli gördünüz. Daha çox bəs sizcə hansıdır? Yəni bu 3 şemadan, sxemdən təbii ki, hər biri ola bilər və yaxud da hər üçü də ola bilər. Amma siz ən çox hansını özünüzdə görürsüz? İnternetim gedib gəlir, kusura baxmayın. Tamam, narahat olmayın. Ağlama hələ də var. Bəli. Çox zaman bəli, insanlar öz əsəbiliklərini, öz hisslərini sadəcə ağlamaqla da büruzə verə bilirlər. Yəni bəzən də olur ki, ümumiyyətlə heç bir danışıq apara bilmirlər və ağlayırlar. Yadımdadır ki, uşaq vaxtı ailəmdə mübahisə olanda ailə əvvəli vəziyyətə qayıdırdı. Yəqin demək istəyirsə əvvəlki vəziyyətə qayıdırdı. Mən durumun boşluğuna düşürdüm. Bəli, Əfsanə xanım, tam olaraq dediyim də budur. Bəzi ailələr olur ki, bu şəkildə olur, bəziləri olur ki, məsələn, ana atanı danışdırmır, ata ananı danışdırmır, uzun müddət soyuqluq olur və daha sonrasında onlar başlayırlar ünsiyyətə və yaxud da münasibəti daha da səmimiləşdirməyə. Amma çox təəssüf ki, hər iki məsələdə də bu sağlam olmayan davranış olur. Hansı ki, danışılmır məsələlər, üzərinə gedilmir, doğru ünsiyyətlə həll olunmur. Qarşı tərəflər bir-birlərinin ehtiyaclarını görməzdən gəlir, istəklərini görməzdən gəlir və daha sonrasında yenə də həmin o mübahisələr, həmin o davalar, həmin o
belə deyək də, hörmətsizliklər olmuş olur. Aha, özünü fəda etmə. Elif xanım özünü fəda etmə sxemini ə, özündə görüb. Təşəkkür edirəm, minnətdaram hər birinizə. Röya xanım, axşamınız xeyir. Eşidirsinizmi məni? Röya xanım deyəsən eşitmir. Tamam, o zaman gəlin biz davam edək. Röya xanım bizə qatılacaq yəqin ki. Əfsanə xanım, zəhmət olmasa slaydımızı biraz daha aşağı edək. Çünki biz bu gün gedək. Siz gedin, mən deyəcəm, dayandırarsınız. Burada dayandırın zəhmət olmasa. Deməli, bugün biz modlardan danışacağıq. Əslində, ilk dərsimizdə modları qısaca izah etmişdim və demişdim ki, ümumiyyətlə nə deməkdir, izahını müəyyən qədər izah etmişdim. Amma bugün modları daha geniş şəkildə öyrənəcəyik. Sxemlər kimi modlar da bizim üçün çox lazımlı, vacib məsələlərdəndir ki, bunların da fərqində olmağımız lazımdır ki, öz davranışlarımızı görə bilək, müşahidə edə bilək və fərqində ola bilək. Elə gəlin mod nədir? Ümumiyyətlə bunu izah edim yenidən və daha sonrasında keçək növlərinə. Modlar şema terapiyasında fərdin müəyyən bir anda yaşadığı emosional və davranış vəziyyətidir. Başqa sözlə, insanın o an içində olduğu psixoloji haldır. Modları anlamaq insanların niyə müəyyən hallarda fərqli davrandığını izah etməyə və daha sağlam reaksiyalar inkişaf etdirməyə kömək edir. Yəni modlar, məsələn, indi mən orada birazdan danışacağam. Daha sağlam modlar var və yaxud da əksinə olaraq uyumsuz, yəni zərərli davranışlar göstərən modlar da var. Bunların əsas, belə deyək də, burada əsas bilməli olduğumuz məqam yenə də qeyd etdiyim kimi sağlam reaksiyalar inkişaf etdirməkdir. Yəni sadəcə mən modları öyrəndim, özümü müşahidə etdim, gördüm ki, məsələn, mən üsyankaram, aqressivəm, ancaq özümü haqlı görürəm. Mənim vəziyyətdə davranışlarım bu şəkildədir, psixoloji halım bu şəkildədir. Bununla da bitdi, yox. Yəni burada artıq proses nə baş verir? Tamamlanmamış olur. Biz yenə də inkişaf etməmiş oluruq. Əfsanə xanım, zəhmət olmasa aşağı gedək. Gedin, mən deyəcəm, sizə dayandırarsınız, gedin. Bunların hər birini biz keçmişik zaten. Digər dərslərimizdə müzakirə etmişik, hansı ki, kognitivlə şemanın fərqini, hansı ümumiyyətlə bizim belə deyək də terapiya növlərimiz var, biraz da bundan danışmışıq. Gedək. Aha. Aha, burada saxlayarsınız, bu slaydda saxlayarsınız. Qeyd etdiyim kimi, aha, burada. Bəli. Çox sağ olun. Modlar yenə də bizim hansı vəziyyətdə nə cür davranmağımız, necə belə deyək də özümüzü ifadə etməyimiz bunların birləşdiyi bir vəziyyətdir, addır. Öncəliklə biz incinmiş uşaq modundan danışa bilərik burada. İncinmiş uşaq modunda insan özünü tək, təcrid olunmuş, kədərli, yalnız, daha sonra anlaşılmamış, dəstəksiz, nöqsanlı, məhrum, bəzən də özünü bəyənmiş, bəzən bacarıqsız, yetərsiz, yəni heç nə edə bilmərəm, mənim əlimdən heç nə gəlmir, onsuz da nə etsəm də axırı yaxşı olmur və buna görə də
addım atmaqdan çəkinir bu insanlar, bu modda olan insanlar, bu davranışı göstərən insanlar. Daha sonrasında narahat, daimi olaraq bir növ bu insanlarda narahatlıq, təşviş, qurban vəziyyətində olmaq, yəni qurban vəziyyəti bəzən insanlara aydın olmur nə deməkdir. Burdan elə adı çəkilmişkən izah edim. Yəni insanın əlində imkanlar olmasına baxmayaraq və yaxud da heç oldu, olmadı, insan başlayır kimlərisə günahlandırmağa və yaxud da özünü günahlandırmağa ki, mən məsələn gəlin götürək ingilis dili öyrənmək məsələsindən. Mən ingilis dili öyrənə bilmirəm. Mən neyniyim axı? Mən heç vaxt ingilis dilini öyrənə bilməyəcəm. Ümumiyyətlə mənim dil öyrənmə bacarığım yoxdur. Mən niyə belə oldum axı? Mən kimə oxşadım axı? Və yaxud da özünü xoşbəxt hiss etməyən insan ola bilər. Məsələn, yoldaşından ayrılmaq istəyə bilər, boşanmaq istəyə bilər, amma bunu etməyib və yaxud da edə bilməyib, daimi olaraq yoldaşını pisləmək, onu günahlandırmaq və yaxud da mən edə bilmirəm, ayrıla bilmirəm, bacara bilmirəm, özümü belə eləyəcəm, elə eləyəcəm. Yəni bu şəkildə insandan biz başa düşə bilərik ki, bu şəxs qurban rolundadır, qurban pozisiyasındadır. Yəni digər bir sözlə desək, bu insanlar həmçinin bunu da qeyd edim ki, bəzən qurban rolunda olmaq insanlara yaxşı təsir göstərir. Yəni dırnaq arası bunu deyək bu arada. Çünki insanlar düşünürlər ki, yəni bu şəkildə inancları olur ki, bəzi insanların mən qurban rolunda olmasam, mən sevilmərəm, mən diqqət görmərəm, qayğı görmərəm və sanki diqqət, qayğı, sevgi, yaxşılıq görməyi onlar bu şəkildə ala bilərlər. Sadəcə qurban pozisiyasında olarkən ala bilərlər. Məsələn, xanımdır, dediyim kimi ayrılmaq istəyir, boşanmaq istəyir. Oturur rəfiqələrinə bütün gün danışır ki, mən bunu edə bilmirəm, onu eləyə bilmirəm, bəxtim gətirmədi, nə bilim taleyim qara gəldi və s. Nəticə olaraq onlar da deyir ki, ay can, vay, yazıq qız, gül kimi qızdır, necə yaxşı qızdır, amma qabağına çıxana bax, niyə belə oldu, niyə o cür oldu? Yəni bu şəkildə artıq bu qurban rolunda olan insana müəyyən qədər sanki bir təskinlik olur, bir içdən-içə də sevinir ki, ay nə yaxşı məni anlayır insanlar, məni başa düşürlər. Bu şəkildə. Yəni dediyim kimi anlaşılmaq, sevgi görmək, bunların hər birini sadəcə qurban rolunda olsam o şəkildə ala bilərəm. Yəni qurban rolunda olmasam əslində insanlar məni önəmsəməzlər, mənə diqqət göstərməzlər. Bu şəkildə bir inanca sahib olurlar. Davam edək incinmiş uşaq modundan ki, ümumiyyətlə bu arada siz də yazın oxuyacağam. Hansı modları özünüzdə gördünüz, hansı modları özünüzdə bir növ anlamış oldunuz, hansı ola bilər sizcə? Bunları da qeyd edin, hər birini oxuyacağam. Daha sonrasında bu insanlar ümidsiz, qorxmuş, sevilməyən, qırılğan, zəif, məğlub, əzilmiş, gücsüz, iqnor edilmiş, kənarda qalmış, heç kəsin belə deyək də marağında olmayan bir insan kimi özlərini görürlər. Yəni bu vəziyyətdə özlərini görürlər və yaxud da bu vəziyyətdə olurlar tez-tez. Bura qədər aydındırmı? İlkin modumuz incinmiş uşaq. Bu barədə demək istədiyiniz nəsə varmı? Bəli, əla. Daha sonrasında gəlir ikinci modumuz qəzəbli uşaq modu.
Burada isə şəxs əsas ehtiyacları qarşılanmadığı üçün çox qəzəbli olur, səbirsiz olur ə, və yenə də burada da incimiş uşaq kimi bir yerlərdə özünü tərk edilmiş hiss eləyir və yaxud da aşağılanmış, tənqid olunmuş, təhqir olunmuş, xəyanətə uğramış kimi hiss eləyə bilir. Və insan öz qəzəbini sözlə və yaxud da sözsüz şəkildə bildirir. Məsələn, sözlə daimi olaraq bildirə bilər, aqressiv şəkildə, qəzəbli şəkildə, əsəbi şəkildə və yaxud da ki, sözsüz şəkildə öz davranışları ilə heç bir şey demədən də göstərmiş ola bilər. Və əsəb partlamaları tez-tez olur. Burada qəzəb böhranı keçirir və burada da qeyd etdiyim kimi bir uşaq kimi çox aşırı şəkildə bunu ifadə edir. Yəni uşaq kimi deyəndə burada onu nəzərdə tutmuşuq ki, özünü idarə edə bilmir. Yəni axı uşaqların tam olaraq bu özünü idarə etmə qabiliyyəti olmur. Nə mənada? Yəni ağlayırsa uşaq, yəni onu sən belə deyək də sakitləşdirməlisən, ona izah etməlisən, o öz-özündən dərk etmir axı ki, məsəl üçün də hə mən tutaq ki, əgər ona öyrədilməyibsə, bu su qabı mənə alınmırsa, deməli burada nəsə var, məsləhət deyil mənə alınmağa və başlayır ağlamağa, özünü yerlərə atmağa, qəzəbli şəkildə, əsəbi şəkildə özünü göstərməyə, duyğularını ifadə etməyə. Bu da bu şəkildə. Hələ ki 2 dənə moddan danışmışıq. Hələ ki 2 uşaq rolundan danışmışıq. Nəsə özünüzdə gördüyünüz məqamlar varmı? Digər slaydımıza keçək zəhmət olmasa. Daha sonrasında gəlir üçüncü uşaq stilimiz hiddətli uşaq. Burada isə şəxs fərd qəzəbli olur yenə də və eyni səbəbdən qəzəbli uşaqdakı eyni səbəbdən qəzəbli olur, əsəbi olur. Hansı ki biz orada danışdıq, əsas ehtiyacları qarşılanmadığı üçün bu reaksiyaları verirdi və yaxud da özünü bu şəkildə hiss edirdi. Hiddətli uşaqda da eynilə bu səbəbdən olur, qeyd etdiyim kimi. Və burada nəzarət tamamilə itirilmiş olur. Bunu da oxşatsaq, məsələn, kiçik bir uşağın valideynlərini incitməsi və yaxud da insanlara zərər verməsi, əşyalara zərər verməsi, heyvanlara zərər verməsi. Bəzi uşaqlar olur ki, bəlkə də görmüsüz, heyvanları, pişikləri çox, məsələn, belə deyək də, pis şəkildə ya təpikləyirlər, ya vururlar, ya məsəl üçün elə uşaqlar olub ki, mən eşitmişəm, görmüşəm, heyvanın quyruğunu kəsib, tapdalayıb. Yəni bu şəkildə də əslində belə deyək də, uşaqlar olur. Amma ki, yəni burada bizim əsas mövzumuz uşaqlar deyil, əsas mövzumuz yetkin insanlardır ki, onlar hiddətli uşaq kimi davranırlar. Yəni bu misalları da ona görə uşaqlarla əlaqələndirirəm ki, daha açıq-aydın şəkildə olsun. Daha sonrasında biz gəlirik 4-cü hissəmizə, yəni istəkli uşaqlar. Burada isə fərd arzularını, bencil sözünün düzü tərcüməsi biraz yadıma gəlmədi. Yəni bencil, belə deyək də, vecsiz, indi tapdım, vecsiz şəkildə və nəzarətsiz şəkildə olurlar. Həmçinin hisslərini və istəklərini idarə eləyə bilmirlər və istəkləri yenə də qarşılanmayanda qəzəblənirlər, əsəbləşirlər və tez-tez ərköyün bir uşaq kimi davranırlar bu insanlar bir çox vəziyyətlərdə. Məsələn, nümunə göstərsək buna,
Tutaq ki, bir ailədir, bir neçə nəfər yaşayır ailədə. Uşağa məsəl üçün, tutaq ki, uşaq deyəndə lap olsun yeniyetmə və yaxud da yetkin, telefon almaq qərarına gəlirlər, amma sonra nəsə alınmır, bir problem olur. Tutaq ki, o da bunu anlamaq yerinə, başa düşmək yerinə öz hisslərini ifadə edə bilmir. Həmin anda istəyi qarşılanmadığı üçün qəzəblənir. Bir çox, belə deyək də, davranışlar nümayiş etdirir və ailəsinə qarşı özünü ərköyün şəkildə aparmış olur. Əslində bu insanların biraz uşaqlığına gedəndə biz baxıb görə bilərik ki, bu uşaqlara, bu insanlara daha doğrusu uşaqlıqdan o qədər sərhəd qoyulmayıb ki, onların hər istədikləri edilib ki, ona görə hal-hazırda da məhz bu insanlar nəyəsə, kimsə ona yox deyəndə, nəsə alınmayanda özlərini idarə edə bilmirlər. Yəni hisslərini, emosiyalarını idarə edə bilmirlər. Bu da bu şəkildə. Ona görə də mütləq şəkildə lazımdır ki, mən bəzən valideynlərlə də görüşürəm. Onlara da qeyd eləyirəm. Deyirlər ki, məsələn, hər şey edirik, amma bir-iki şey eləməyəndə uşağım belə eləyir, o cür davranır, bu cür davranır. Gedib biraz daha əvvələ çıxanda görürük ki, valideynin əslində bir çox yanlışlıqları olub ki, əvvəldən o sərhədi qoymayıb və ona görə də hal-hazırda əziyyət çəkir bu məsələdən dolayı. Keçək digər slaydımıza, zəhmət olmasa. Çox üzr istəyirəm. İndi gəlirəm 1 dəqiqəyə, yaxşımı? Siz ona qədər baxın modlara, soruşacağam sizdən də. Aha, başlaya bilərik. Biraz da istirahət eləmiş olduq. Daha sonrasında biz burada öyrənəcəyik nəzarətsiz, yəni həm də disiplinsiz uşaq. Ümumiyyətlə burada, bu halda, bu vəziyyətdə şəxsin çətinliklərə heç bir dözümlülüyü yoxdur.
və özünü adi darıxdırıcı işləri bitirməyə məcbur eləyə bilmir. Narahatlığa, çətinliyə, zəhmətə dözə bilmir və yenə də davranış olaraq ərköyün, türklər demiş, şımarıq, uşaq kimi davranır. Əslində bu da yenə biraz uşaqlığa gedəndə çox zaman səbəblərdən biri olaraq görürük ki, yenə də valideynlər uşaqlarına bu şəkildə öyrədiblər ki, sən əlinə ağdan qaraya vurma, eybi yoxdur, mən edərəm və yaxud da böyük tutaq ki, bacısı varsa evdə bacın eləyər və yaxud da atan edər, o edər, bu edər bu şəkildə. Ona görə valideynlərlə bir daha yenə danışarkən vurğulayıram ki, uşağın öz yaşına uyğun işləri siz görməyin ya da başqası görməsin. Mütləq şəkildə uşaq özü görməlidir. Ayaqqabısının bağını bağlamağı artıq belə deyək də bilməlidir. Bağçaya gedirsə və yaxud da daha çox məsələn bacısı olan evdə, yəni biraz daha böyük bacısı olan oğlan uşaqları olur. Müəyyən qədər məsələn oğlan kiçik olursa, tutaq ki 6 yaşı var, bacısının da 10 yaşı var. Valideyn deyir ki, get qardaşına su gətir, get məsələn yemək gətir, get nə bilim ayaqqabısını bağla, get dərsini gətir, get onu gətir, bunu gətir, bunu elə, onu elə. Nə baş verir? Uşaqda bir arxayınlıq yaranır ki, hə, vsyo, bu belə də olmalıdır. Deməli, mənim işimi başqaları görməlidir, nə yaxşıdır, nə rahatdır. Elə bu şəkildə də mən davam edərəm. Əslində amma xüsusilə də oğlan uşaqlarında böyüyəndə çox fəsadlara gətirib çıxarır bu məsələ. Yaxınlarda bir konsultasiya keçirdim. Xanım dedi ki, yoldaşım yəni deyirəm ki, məsələn, düş çörək al. Çörək almır, deyir gedin özünüz alın və yaxud da heç bir deyir işdə işləmir, özünü çətinliyə vermir, oturur bütün günü evdə. Deyir ki, mən mütləq şəkildə nə bilim filan işdə işləməliyəm, filan iş olmasa mən işləyə bilmərəm. Mütləq mən maraqlı işdə işləməliyəm, ürəyimə yatan işdə, amma yəni hal-hazırda da məsələn o məsələlər alınmır. Amma ailəni də dolandırmaq lazımdır axı, düz deyilmi? Yəni artıq bütün yük qalıb xanımın üstündə və illərdir ki, bu şəkildə davam edir bu məsələ. Xanım da bütün evin həm kişiyə aid olan işini, həm xanıma aid olan işini hər birini üzərinə götürüb, o məsuliyyətin altına girib və indi də özünü çox pis hiss eləyir, çox belə deyək də xoşbəxt olmayan bir insan kimi hiss eləyir. Niyə? Çünki artıq ortada bir balans pozulub. Keçən dərslərdə də mən səhv etmirəmsə danışmışdım ki, balans çox önəmlidir. Yəni həyatımızda əslində balans olmayanda bir yerlərdə nələrsə bizə fərqində yaşasaq həyatı siqnallar gəlir. Məsələn, xanımı maşın vurub və belə deyək də o da əslində buna bir siqnal, ona bir göstərişdir ki, dayan və biraz özünə dön. 6 ay, 7 ay yataqda qalıb. Bu nəyin göstəricisidir? Bu nə deməkdir? O deməkdir ki, yəni biraz özünə bax, biraz özünə dəyər ver. Bax gör sən neynirsən, nə iş görürsən, bəsdir, dayandır bunu. Artıq uzun müddətdir ki, sən bu cür davam edirsən, amma sən özünü ihmal etmisən, yəni sən özünü ignor etmisən. Öz istəklərini, öz xəyallarını, arzularını tamamilə kənara atmısan və bununla yanaşı da öz məsuliyyətinlə yanaşı, məsuliyyətinə daxil olan məsələlərlə yanaşı nə qədər məsuliyyəti çiyninə götürmüsən, nə qədər məsuliyyətin altına girmisən. Görürsünüzmü? Yəni əslində həqiqətən də biz həyatımızda balansı pozanda, onu qoruya bilməyəndə
Nələrlənsə bu özünü göstərir, nələrlənsə qarşımıza çıxır. Bu da bu. Sual verə bilərəm. Bəli, buyurun Röya xanım. Bayaq sizi səslədim, deyəsən eşitmədiniz. Əslində iki yer də deyəcəyim, sadəcə fürsət olmadı, demək istəyirəm. Aha, buyurun. Bayaq o maşın misalını verdiniz. Maşın vurdu həmin adamı. Yəni çox iş görürdü falan dediniz. Aha. Ola bilərmi ki, həmin o insanın özünün şuuraltısında belə bir istəyi olub da, yəni ki, e, dincəlim falan da ki, başına belə bir hadisə gəlib. Mhm. Çox sağ olun Röya xanım. Sual verdiniz. İndi mən cavablandıracağam. Sadəcə mənim görüntüm donubmu yoxsa yox? Burada mən də özüm donmuş görsənirəm. Ona bir cavab versəydiniz şad olardım. Donmur. Donmuyub? Mhm. Hə, mən də donmuş görünürəm özüm. Bilmədim niyə. Tamam. Əslində Röya xanım, bu məsələlər biraz belə deyək də, tartışılan məsələlərdir. Yəni bəzi adamlar var ki, deyirlər ki, hə, məsələn, cazib nəsə çəkib özünə, hətta bilmirəm sirr kitabını oxumusunuz yoxsa yox. Orda məsələn deyilirdi ki, sizi əgər maşın vurursa, siz bunu özünüzə çəkmisiniz və yaxud da başınıza nəsə bir iş gəlirsə, siz bunu özünüzə çəkmisiniz filan. Sırf psixologiya elmindən danışsaq, psixologiyada yəni enerji, özünə çəkmək, bu kimi şeylər yoxdur. Yəni biz bu şeyləri inanclar olaraq, yəni elmi şəkildə gedəndə biz hal-hazırda şema terapiya, sxem terapiyasına keçirik. Bu şəkildə adlandırırıq biz ki, uşaqlıq təcrübələri və yaxud da yeniyetməlik təcrübələri var ki, insanın həyatında bəzi məqamlar insana mənfi təsir göstərir. O yaşanmışlıqlar onda bir travma yaradır və daha sonrasında şəxs gələcəkdə ona məsələn bu cür o tutaq ki, hissi ilə bağlı bir şeydirsə, o cür hiss etdirəcək insanlarla qarşılaşır və yaxud da o kimi hadisələrlə, o kimi insanlarla qarşılaşır. Siz əvvəlki kayıtları izləsəz, məsələn, mən orada da bildirmişəm ki, tutaq ki, insan güvənsizlik, məsələn, sxemi var və daimi olaraq belə deyək də, onun qarşısına onu güvənsiz hiss etdirəcək, ona xəyanət edəcək, ona yalan danışacaq. Bir növ belə deyək də, insanlarla qarşılaşırlar. Artıq bu insanın, yəni psixologiyadan əgər keçsək, inancları ilə bağlı bir şeylərdir. Amma ki, yəni onu mən artıq deyə bilmərəm, bu mənim belə deyək də işimə aid olan bir şey deyil, enerji ilə falan işləmirəm deyə bilmərəm ki, hə, o xanım onu çəkdi həyatına və s. belə. Sadəcə mən buna inanıram ki, insan dediyim kimi balansı pozduqda, həyatı fərqində yaşasaq, İnsan bir çox məsələlərlə qarşılaşır ki, özünə dönə bilsin, öz daxilinə dönə bilsin, özünə diqqət yetirə bilsin və orada da əslində mən yəni bu şəkildə anladım ki, xanıma bir siqnal idi, sadə dildə desək. Ümid edirəm izah eləyə bildim. Burada mesajımız gəlib, donmayıb. Aha, əla. Aysu xanım, mən təcrübə proqramına yazılmışdım, amma heç yaxşı hiss etmirdim orada. O qədər getmək istəmirdim ki, axırda xəstələndim, təzyiqim düşdü, ayaqlarım ağrıdı və bir də getmədim. Aha, bəli. Ə, Bu məsələni mən də əvvəlki illərdə, yəni hardasa bir 3 il falan olar, yaşamışam. Ə, Məndə eynilə bir yer var idi. Ora getmək istəmirdim. Əslində bir yandan istəyirdim, bir yandan istəmirdim. Bu şəkildə deyim. Və nə baş verdi? Mən siz dediyiniz kimi Əfsənə xanım, eynilə orada
o yer gənclikdə yerləşirdi. Mən Nərimanovdaydım. Biz görüşü filan hamısını planlaşdırmışdıq. Və mən Nərimanovda artıq hazırlaşırdım ki, avtobusa minməyə. Mənim halım çox pisləşdi. Bir növ belə deyək də, başım biraz gicəllənmiş oldu. Sanki içimdən bir istilik qalxdı. Yəni ona görə də mən zəng elədim ki, bəs gələ bilmirəm. Və orada bir məsələ var idi ki, əslində mən sonradan başa düşdüm ki, bəli, mənim dəyərlərimdən biri də azadlıqdır və həmin o iş yerində mənim müəyyən qədər sanki azadlığım qısıtlanacaqmış kimi hiss etmişdim. Ona görə mən ümumiyyətlə o insanlarla görüşə gedə bilmədim. O insanlarla ümumiyyətlə bizim görüşümüz bir dəfə baş tutdu. Onların şərtlərindən sonra mən ora gedə bilmədim. Yəni getmək alınmadı. Eee Mənə də azadlığımı qurban verirdim kimi gəlirdi. Bəli, görürsünüzmü necə oxşar hadisələrdir əslində. Bu yöndən məncə şuuraltımız bizi qoruma üsulu tapır. Yəni əslində bəli, istəmədiyimiz bir yer olub deyə bir növ mən də əslində sonradan belə bir nəticə çıxartdım ki, İstəmədiyim yer, həmçinin istəmədiyim yox da, istədiyim, amma sanki istəməyəcəyim yer, sanki təhlükə anını hiss eləmişəm axı mən orada. Bayaq dedim axı, təhlükə anını hiss edəndə beynimiz üç reaksiyadan birini verə bilir. Ya donuruq, ya savaşırıq, ya da ki, qaçırıq. Məsələn, biz qaçma bir növ belə deyək də reaksiyasını, davranışını biz göstərmişik. Amma məsələn elə adam ola bilərdi ki, gedərdi ora, boyun əyərdi, xüsusilə də boyun əymə şemasından biz danışmışdıq, əgər xatırlayırsınızsa. Boyun əymə şemasına malik olan insanlar neynirdi? Əslində onlar da bir növ fərqli olur da, kateqoriyalara bölünür. Bir, boyun əyirlər, işləyirlər, davam edirlər. Onlarda da bəzən qaçmaq görsənir. Ya da ki, belə deyək də, ya gizli, ya aşkar şəkildə qarşı tərəfə qarşı bir aqressiya içərisində olurlar. Bu da belə. Çox maraqlı məncə müzakirəmiz oldu. Siz suallar verəndə dərsimiz daha da maraqlı olur. Röya xanım və Əfsanə xanım təşəkkür edirəm suallarınız üçün. Belə. Davam edək o zaman. Əgər ki bir sualınız yoxdursa. Hı -hı. Nəzarətsiz, disiplinsiz uşaq modundan da danışdıq ki, yəni bu insanlar narahatlığa dediyim kimi dözə bilmirlər və ərköyün uşaq kimi davranırlar. Məsələn, bu danışdığım misalda orada bəy artıq ərköyün uşaq kimi davranırdı ki, özünüz alın, mən haqlı, məsəl üçün orada artıq başqa məsələlər də ortaya girirdi ki, adam özünü haqlı görürdü, elə bil bu cür də olmalıdır, bu cür də davranmalıdır və hər kəs ona sanki borcludur. Daha sonrasında xoşbəxt uşaq. Burada biz müsbət bir belə deyək də vəziyyət görmüş oluruq artıq. Fərd məmnundur və özünü sevilən, qorunan, anlaşılmış, təsdiq edilmiş, ümumilikdə yəni yaxşı hiss edir, sevincli, xoşbəxt hiss edir. Özünə güvəni var, özünə inamı var, özünü kifayət qədər yaxşı hiss edir. Olması lazım olduğu kimi müstəqilliyə sahibdir, azadlığa sahibdir və öz-özünə də, yəni davranışlar, belə deyək də, hərəkətlər göstərə bilər. Yəni kimdənsə asılı deyil, kiminsə daimi olaraq təsdiqini gözləmir, kiminsə onayını gözləmir. Macəraçı olur, optimistdir, yəni həyata qarşı baxışı nəinki bədgüman, çox yaxşıdır, normaldır və
Burada da bənzətməsi, məsələn, digərlərində ərköyün uşaq kimi idisə, burada da xoşbəxt kiçik uşaq kimi oyunçudur sanki. Yəni məsələn, necə ki bir uşaq hər hansı bir oyunla oynamağı sevir, xoşbəxt olur, həmin yerə gedəndə və yaxud da həmin oyunu oynayanda. Eynilə xoşbəxt uşaq modunda da insan özünü bu şəkildə hiss etmiş və bu şəkildə görmüş olur. Siz nə düşünürsüz? Sizcə daha çox hansı modları yaşayırsınız həyatınızda? Hansı modlarda olursunuz? Daha çox ərköyün uşaqmı, yoxsa disiplinsizmi, incinmişmi, xoşbəxtmi? Imm, Qaliba qəzəbli uşaq. Hər zamanmı Elif xanım qəzəbli uşaq modunda olursunuz? Yəni, ımm, heç olurmu ki, xoşbəxt uşaq modunda da olasınız? Daha çox onda belə başa düşdüm ki, qəzəbli uşaq modunda olursunuz. Əfsanə xanım incinmiş uşaq modunda olur. Tamam. Keçək, zəhmət olmasa digər slaydımıza. Əfsanə xanım, keçək digər slaydımıza, zəhmət olmasa. Aha. Bəli, gəlirik 7-ci modumuza. Söz dinləyən təslimçi. Ümumiyyətlə, burada fərd mənfi nəticələrdən qaçınmaq üçün özünü başqalarının istəklərinə həsr eləyir. Biz sxemlərdə də bundan danışırdıq ki, məsələn, təsdiq edilmə sxemi olan insanlar necə davranırdı? Çalışırdılar ki, Əfsanə xanım yazıb ki, bu mən. Bəli, siz bayaq tapşırıqdan da danışanda bunu vurğulamışdınız. Ümumiyyətlə, bu insanlar nə edirdi? Çalışırdılar ki, insanların onlarla bağlı dedikləri məsələləri və yaxud da seçimləri seçsinlər, etsinlər. Çünki bir yerlərdə çəkinirdilər, bir yerlərdə qorxurdular ki, mən birdən təsdiq edilmərəm. Və burada artıq biz modlarda bunu görmüş oluruq. Söz dinləyən təslimçi. Eynilə başqalarına görə seçimlər eləyir. Bu vəziyyətdə insan başqalarının istəklərinə uyğun davranır və öz ehtiyaclarını, öz hisslərini sıxır. Qəzəblənərsə qəzəbini içində saxlayır, bunu ifadə etmir. Niyə? Çünki rədd edilməkdən, təsdiq edilməməkdən qorxurlar, tərk edilməkdən qorxurlar və fərd itaətkar, həm də passiv davranır. Yəni boyun əyir və heç bir şəkildə heç bir məsələyə öz fikrini deyə bilmir. Öz belə deyək də qərarlarını ortaya ata bilmir. Məsələn, tutaq ki, bir qrupdur. Qrupda 15 nəfərdir. Tutaq ki, 14 nəfərin hamısı deyir ki, məsələn də, su qara rəngdədir. Amma adam bilir ki, su qara rəngdə deyil axı. Yəni bu necə ola bilər axı? Su şəffafdır. Nə baş verir? Adam düzünü bilsə belə, doğrunu, öz bildiyi doğrunu deyə bilmir. Və sakitcə dayanır, ya da ki, onların dediklərini təsdiqləyir, onlarla razılaşmış olur. Və başqalarının istismarına da bu adamlar çox zaman dözmüş olurlar.
Baxaq mesajlarımıza. Münaqişədən qaçmaq. Röya xanım, tam olaraq anlamadım düzü. Nə dediniz? Hə, yəqin ki, deyirsiniz ki, söz dinləyən təslimçi modunda insan münaqişədən qaçır. Bəli, münaqişədən qaça bilərlər. Yəni söz-söhbət olmasın deyə itaətkar davrana bilərlər. Bunlar ola bilər. Bəli, dışlanmaqdan qorxmaq, dışlanmamaq üçün razı olur. Bəli. Burada artıq diqqət etməli olduğumuz məqam budur ki, bu dışlanmaq, bu iqnor edilmək hissi nə zamandan gəlir? Yəni nə zaman bu adam buna məruz qalıb ki, hal-hazırda da bu şəkildə davranışlar göstərir. Daha sonrasında gəlirik qopuq qorunğan özünü sosial əlaqələrdən çəkir və duyğularını əngəlləyir. Burada da yenə insan öz duyğularını, öz hisslərini ifadə etməkdən çəkinir və fərd özünü boş, darıxmış, ümumiyyətlə kimliyini itirmiş, yəni mən kiməm, nəyə lazımam, nə işim var burada mənim, bu şəkildə hiss edir və digər insanlarla olan məsafəsini qorumaq üçün bir növ münasibətlərində də fərqli davrana bilir. Ya qaramsar olur, ya da ki, yəni sanki hər şeyi zarafata salan, sanki heç nə, belə deyək də, vecinə olmamış kimi də davrana bilər. Yəni hər şeyi sanki ələ salır bu şəkildə. Aha, Elif xanım yazıb ki, bu mən qaliba. Maraqlıdır. Yəni əslində bu məqamlar çox maraqlıdır. Çünki insan yenə də bir növ öz davranışlarına, yaşadığı həyat şəklinə diqqət yetirmiş olur ki, mən necə davranıram, mən nələri hiss edirəm, mən necə hiss edirəm. Ona görə bunları bilmək çox mühümdür. Və burada məsələn, sosial əlaqələrdən çəkinmək məsələsi var ki, bunu əlavə olaraq, yəni əlavə bilik olaraq demək istəyirəm ki, bununla bağlı da müraciətlər olur ki, məsələn, insanlarla çox bir ortamda ola bilmirəm, özümü pis hiss edirəm və s. Bunun bir çox səbəbi ola bilər. Ya ola bilər ki, adamın sosial təşvişi var. Yəni əvvəl sosial fobiya gedirdi, indi sosial təşviş gedir. Yəni adam insanlarla münasibətdə olmağı xoşlamır, çox olan kütləvi yerlərdə özünü pis hiss edir və yaxud da sanki hamı ona baxırmış kimi elə bilir. Ona baxırlar, biabır olacaq, yıxılacaq, nəyinsə aşırdacaq. Ona görə də sosial yerlərdən qaçmağa çalışır ki, o biabır olacam, biabır olacam, biabır olacam düşüncələri, o səslər onu sanki müəyyən qədər sosiallıqdan kənar qalanda bir növ belə deyək də çox da onlar ona gəlmir. Amma ki, əksinə olaraq daha çox sosial yerlərdə falan olanda bu ona sanki bir əziyyət kimi, zülm kimi gəlmiş olur. Daha sonrasında introvert insanlar var. Ümumiyyətlə Jungun, Carl Gustav Jungun hələ ki danışırıq. Yəni çevirə bilərsiniz, çevirməyə də bilərsiniz. Carl Gustav Jungun ümumiyyətlə belə bir şəxsiyyəti, yəni ikiyə yerə bölməsi var idi ki, şəxsiyyət tipini daha doğrusu. Bura introvert insanlar daxil idi və bəli. İntrovert insanlar və ekstravert insanlar daxildir. Bildiyimiz kimi ekstravert insanlar daha sosial olurlar, daha açıq olurlar, ünsiyyətə meylli olurlar, tez dostluq qururlar.
özlərini yaxşı ifadə edirlər. Məsələn, kütlə qarşısında çıxış etmək onlar üçün bir belə deyək də, narazı hal olmur, xoşlarına gəlir. Bu şəkildə olurlar, enerjili olurlar. Amma introvert insanlar isə əksinə olaraq necə olurlar? Daha çox yaxınları ilə vaxt keçirməyi xoşlayırlar. Yaxınlarının arasında deyib gülüb daha çox əylənə bilirlər. Bu da yəni bu şəkildə də özünü göstərir. Yəni sosial əlaqələrdən çəkinmək məsələsinə görə bunları misal olaraq çəkdim ki, nəinki daha çox sosiallığı sevirlər, amma öz dostları arasında, özlərinə yaxın bildikləri arasında. Bəzən elə bilirlər ki, introvert insanlar ümumiyyətlə ünsiyyətcil olmurlar filan, amma əksinə. Yəni mənim introvert dostlarım olub və görmüşəm ki, bizim aramızda çox yaxşı da özlərini ifadə edə bilirlər, danışa bilirlər, yəni nələrsə eləyə bilirlər. Sadəcə ekstravertlərə baxanda digər insanlarla ünsiyyət filan qurmaqları müəyyən qədər zaman alır. Baxım suallarımıza. İntrovertlik əksinə dəyişə bilir, yoxsa təbiəti bu olur? Əslində daha əvvəldən formalaşır bu, yəni böyümə tərzi də bura təsir göstərir insan şəxsiyyətinin belə deyək də yaranmasına, formalaşmasına. Yəni təsəvvür edin ki, siz uşaqlıqdan daimi olaraq ölünüzlə vaxt keçirən biri olmusunuz. Yəni bunu sevmisiniz, yeniyetmə olmusunuz, yenə özünüzlə vaxt keçirən biri olmusunuz daha çox. Kitab oxumağı, tək filmə getməyi və yaxud da çox belə limitli insanlarla əlaqədə olmaq. Bu şəkildə böyümüsünüzsə, yəni bu şəkildə də böyük ehtimalla ki, davam edəcəksiniz. Yəni siz orada artıq mən ekstravertəm, mən həyatıma ekstravert olaraq davam edəcəm. Yəni bu belə bir şey olmur. Niyə? Çünki daha əvvəldən sizin şəxsiyyətiniz o şəkildə formalaşıb. Yəni təbiəti bu olur. Qısaca desək sizin sualınıza əsasən. Bir də nə deyəcəydim? Hə, burada yazmısınız ki, introvertlik asosiallıq sayılır. Əslində yox. Yəni asosiallıq daha fərqli bir anlayışdır ki, ümumiyyətlə bu insanlar sosiallıqdan qaçırlar. Amma ki introvertlikdə, yəni mütləq dərəcədə qaçmalıyam, qaçmasam pis olacam filan bu tipli yoxdur. Sadəcə mən ola da bilərəm bu ortamda, okey, amma ki sevmirəm, okey, amma ola bilər ki, hə, sevirəm həm də, bu da ola bilər və daha sonrasında bu da ola bilər ki, introvert bir insan belə deyək də, çox belə çox adam olan yerdə olsun, kütləvi bir yerdə olsun, orada yaxşıca da öz dostları ilə filan əylənsin, amma daha sonrasında introvert bir insanın öz enerjisini yığması üçün, geri qaytarması üçün lazımdır ki, ona o özü ilə vaxt keçirsin. Yəni biraz kitabını oxusun, biraz otursun evdə tək düşünsün, biraz evdən çölə çıxmasın, bu şəkildə də olur yəni. Bu da belə. İntrovert daha çox iç dünyası ilə ilgilənən insanlar, yanlış bilmiyorsam, deyilmi? Bəli, bəli. Yəni adından da məlum olduğu kimi introvert. Yəni iç dünyası ilə maraqlanan, daha çox içlərinə dönük olan insanlar olurlar. Amma dediyim kimi bu o demək deyil ki, onlar mütləq şəkildə sosiallıqdan qaçırlar. Yəni sosiallıqdan qaçan insanlar sosial fobiyası, sosial təşvişi olan insanlar olur ki, bu artıq bir problemdir. Amma introvertlik bir problem deyil. İnsanın şəxsiyyət tipidir, şəxsiyyət formasıdır. Buyurun, siz də sağ olun. Aha, bu da belə. Daha sonrasında biz gəlirik, qopuq qorunğandan danışdıq. İndi keçək digər slaydımıza zəhmət olmasa.
burada özünü uyuşduran, biraz Azərbaycan dilində tərcümələri qəribə gedir. Özünü ovutma. Fərd mənfi hisslər eləməmək üçün, yəni mənfi hisslərdən qaçmaq üçün, diqqətini yayındırmaq üçün üsullar axtarır və özünü bir çox fəaliyyətlərə yönəldə bilər, hansı ki, onu stimullaşdıran. Məsəl üçün, bir şeyin fanatı ola bilər, bir kəsin fanatı ola bilər və yaxud da hər hansı bir idman növü ilə daimi məşğul ola bilər və onu həyatının mərkəzinə qoya bilər. İş ola bilər. Bəzi insanlar görürük ki, aşırı dərəcədə işkolikdirlər. Ümumiyyətlə özlərinə belə zaman ayırmırlar işdən. Daha sonra burada qeyd etmişəm internet, yəni müxtəlif oyunlar ola bilər, televiziya ola bilər. İdmanın özü dediyim kimi adam ancaq bir növ idmanla məşğul olur. Yəni yeri gələndə ona kimsə deyəndə ki, gəl bunu edək, yox idmanım var və yaxud da işi olanlar, yox işim var. Bu şəkildə özünü göstərir. Yəni əslində bu da şemalarla getsək, duyğularını bastırma şemasına da oxşuyur. Orada müəyyən qədər oxşuyur. Məsələn, orada da insan ifadə etmək istəmirdi. Burada da insan özünü ifadə etmək istəmir və hətta özü belə qəbul etmək istəmir ki, mən hal-hazırda mənfi hiss yaşayıram. Məsələn, mən kədərliyəm və mən bu kədəri yaşamağım lazımdır. Bunu qəbul etmir, əksinə başını qatır bir çox şeylərlə. Və bu da təbii ki, insan üçün çox zərərlidir. Niyə? Çünki biz danışmışdıq ki, keçən dərsimizdə də mühümdür ki, biz necə ki, müsbət hissləri yaşayırıq, yəni sevincli oluruq, xoşbəxt oluruq, yaxşı hiss edirik, bir növ belə deyək də, hansısa müsbət hissləri necə şəkildə yaşayırıqsa, mənfini də o şəkildə yaşamağımız lazımdır. Mənfini yaşamayanda, bastıranda nələrlənsə o özünü zaten bizə göstərmiş olur, biruzə vermiş olur. Bu da bu şəkildə. Bununla bağlı, bu modla, vəziyyətlə bağlı bir sualınız varmı? Və hətta bu insanlarda da bunu da qeyd edim, yenə də görülür ki, daimi olaraq məsələn adam işinə vaxt ayırır, çox işləyir, çox başını qatır və birdən-birə xəstələnir. Yəni belə deyək də, yataq vəziyyətində yatağa düşür, qripliyir ya başqa bir xəstəlik, orada yenə bir siqnal olur. Yəni bəsdir, dayan. Biraz özünlə məşğul ol. Yəni tamam da sənin işin vacibdir. Sən nəyəsə nail olmaq istəyirsən, sən irəli getmək istəyirsən, sən uğur qazanmaq istəyirsən, amma bu o demək deyil ki, sən ancaq işlə məşğul olmalısan. Bu da bu şəkildə. Daha sonrasında gəlirik digər modumuza, böyüdülmüş. Burada isə fərd özünü digərlərindən üstün görür və xüsusi hüquqlarının olmasını düşünür. Yəni deyir ki, mütləq mən xüsusiyəm, mən özəl insanam, mən hamıdan üstünəm, mən hamıdan yaxşıyam. Bunu da bilirsiniz, hansı sxemlə biz uyğunlaşdıra bilərik? Haqlılıq sxemi ilə. Məsələn, haqlılıq sxemindən biz danışanda orada nə demişdik? Bu insanlar elə düşünürlər ki, elə inançları var ki, yəni mən haqlıyam, mən hər kəsə istədiyim hər şeyi edə bilərəm. Nəsə səhv edirəmsə də, yəni bu mənim haqqımdır, yaxşı eləyirəm. Bu şəkildə. Yəni insan başqaları nə düşünürsə düşünsün, burada da eynilə istədiyi hər şeyi edə və əldə edə bilməsi gərəkdiyi mövzuda israr edir. Özünə inamını artırmaq üçün göstərişli şəkildə davranır və başqalarını pisləyir. Bu şəkildə insanları biz çox görürük ümumiyyətlə hal-hazırda. Bu sırf pisləmək məsələsi, özünü göstərişli şəkildə göstərmək də müəyyən qədər narsistik tip və yaxud da narsistik pozuntuya daxil olan
əlamətlərdən biridir. Bu da bu şəkildə. Ə, digər slayda keçək. Deyəsən nodlarımız bitdi, yoxsa səhv etmirəmsə, yox, hələ ki davam edir. Daha sonrasında zorakı və aqressiv modlar var. Bu nədir? Fərd başqaları tərəfindən idarə edilməmək və yaxud da incidilməmək istəyir. Buna görə də onları nəzarət, kontrol altına almağa çalışır və insan bunu bacarmaq üçün təhdid, qorxutma, zorakılıq, şiddət, qəzəbli davranış kimi üsullardan istifadə eləyə bilir və hər zaman bir dominant mövqedə olmaq istəyir. Başqalarını incitməkdən də zövq alır, həzz alır. Bu insanları da cəmiyyətimizdə tez-tez, yəni bu vəziyyətdə olan insanları görmüş oluruq ki, başqalarını idarə etsin, başqalarını kontrol etsin və əsas səbəbi də əslində idarə edilməkdən, incidilməkdən qorxduqları üçündür. Bu da bu şəkildə. Daha sonrasında cəzalandırıcı valideyn. Burada fərd özünə qarşı aqressiv, səbirsizdir. Burada özünə qarşı yönəlib artıq və ümumiyyətlə özünə qarşı bağışlayıcı deyil. Davamlı olaraq özünü tənqid edir, özünü günahkar sayır, səhvlərindən utanır. Bunlara görə də düşünür ki, mütləq ağır şəkildə mən cəzalandırılmalıyam və bir növ belə deyək də, bu vəziyyətdə valideynlərinin və ya digər insanların, müəllim olsun, qohum olsun, dost olsun, tanış olsun, kim olubsa, ona bir növ kiçiltmək üçün, onu cəzalandırmaq üçün söylədiyi sözlərin əksidir. Biz xatırlayırsınızsa, sxemlərdən də danışanda orada qeyd etmişdik ki, keçən dərsimizdə idi, səhv etmirəmsə, bəzi insanların ümumiyyətlə daxili tənqid səsi olur, günahlandırma səsi olur. Biz bəzən yəni bunun üzərinə gedəndə görürük ki, əslində bu insanın öz daxili səsi deyil də, tutaq ki, valideyninin səsidir. Yəni daimi olaraq tənqid olunub, daimi olaraq günahlandırılıb və buna görə də artıq bu səslər şəxsin iç səsinə çevrilib və hələ də əslində anlamır ki, bu onun iç səsidirmi, yoxsa başqasının. Ona görə də iç səsimizə qarşı da diqqətli olmağımız lazımdır. Bəlkə də bu bizim iç səsimiz deyil. Keçək zəhmət olmasa. Aha, artıq slaydımız bitdi. Yox, bitdi, Əfsanə xanım, getməyin. Yuxarı qalxın. Bu qədər bugünkü dərsimiz. Ümumiyyətlə, bugün digər dərslərimizdən daha uzun keçdi dərsimiz. Çünki əlavə olaraq yenə də müzakirələrimiz oldu. Mən zaten dərsin başlanğıcında da demişdim ki, sadəcə sxemlə, inanclarla çalışacağam ki, sizə məlumat verməyim. Həmçinin də əlavə biliklər də bölüşüm, yəni düşdükcə, orada nəsə nümunələr olduqca sizinlə çalışacağam, paylaşım yenə də. Bugün 3-cü dərsimiz idi, artıq bir dərsimiz qalıb. Gələn dəfə biz danışacağıq ümumiyyətlə sxem terapiyasında istifadə olunan texnikalardan ki, hansı texnikalarla biz bu məsələləri həll edə bilərik. Və gələn dərs mənim sizə kitab tövsiyələrim olacaq. Kitabdan bəzi кейsləri müzakirə edəcəyik ki, bu adamda hansı sxem var. Hekayə şəklində biz bunu oxuyacağıq və təxmin edəcəyik ki, görəsən hansı sxem ola bilər və s. Yəni bu şəkildə, ona görə də mütləq şəkildə qoşulun. Axırıncı dərsimizdə də hər hansı bir sualınız falan varsa, hər birini rahat şəkildə verin. Belə, ümid edirəm ki, sizin üçün də çox maraqlı keçdi. İstəsəz chat bölməsinə də fikirlərinizi yaza bilərsiniz, mən də oxuyum.
Əgər başqa bir sualınız, sözünüz, bilmək istədiyiniz məqam, qaranlıq qalan məsələ yoxdursa, yavaş-yavaş biz dərsimizi yekunlaşdıraq. Çox sağ olun, çox maraqlı keçdi. Bəli, çox maraqlı keçir. Təşəkkürlər. Çox sağ olun, mən də təşəkkür edirəm. Özünüzə yaxşı baxın, gecəniz xeyrə qalsın.